Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Değerli insanlar, aziz Müslümanlar, Allah'a teslim bendeler. Hamınızı salamlayıram Allah'ın salamıyla. Assalamu aleykum. Bugünkü bizim Kur'an-ı Kerim söhbətimiz, Kur'an-ı Kerim dersimiz din günü ile alakalı olacaktır. Din günü ile alakalı Kur'an-ı Kerim'de 16 ayet geçmektedir. Biz birinci din gününün ne olduğunu anlayaq. Din günü nedir? Biz Fatiha suresinde namaz kılanda okuduğumuz Maliki Yevmiddin sözünü de nəzərə alaraq din gününün sahibi, din gününün hökümdarı biz Kur'an'a baxanda görürük o günün sahibi Allah'tır. Yani din gününün qiyamətdə bizi öldükdən sonra bir yerə toplayıb bizim etdiyimiz əməllərə görə yaxşısına mükafat və pisinə cəza verəcəyi gün o gündür. O da din günüdür və din gününün hökümdarı da yalnız Uca Allah'tır və o gün yalnız Allah'ın izniyle her bir şey olacaktır. Allah izin veren şəxs danışabilecek, izin vermeyen şəxs danışabilmeyecek. Bazı insanlar o dünyada yüzü qapqara olarak gelecekler ve bazı insanlar yüzleri nurlu şekilde gelecekler. Qapqara olanlar da onlar Allah'a üsyan edip dinden uzaklaşan, dini məsxərəyə qoyan ve Allah'ın hükümleriyle hükmetmeyen insanlara aittir. Bu yüzden biz bugünkü mövzuya başlamadan qabaq bir de bunu əlavə etmək istedim. Mənim YouTube kanalıma Omusk 55.155 kanalına beğenme tuşuna basarak abone olmağınızı ve videoya baxdıqdan sonra da klas düyməni basmağınızı daha yaxşı olar və podpiska da eləyə bilərsiniz və podpiska eləyərək düymə tuşuna basaraq dəstək ola bilərsiniz. Bunu etdiyinizə görə minnətdarlığımı bildirirəm. İstəyənlərə kanalımda YouTube playlist bölməsində Kur'an söhbətləri bölməsi mövcuddur. Elə bil ki, kanalımı açırsınız, Omusk 55.155 kanalımı açırsınız. Orada videolar var, Glavny, sonra video, short ve orada playlist göreceksiniz. Playlist bölməsinin içine girəndə orada Kur'an söhbətləri var ve orada bütün Kur'an dersləri mövcuddur. Kanalımda müxtəlif videolar da var. Elə ona görə mən dini videolar, Kur'an dersləri mən adyenli playlistdə onlara bir bölmə açmışam və oradan istəyənləriniz oradan dinləyib baxa bilərsiniz. Kanalıma abunə olanlara da minnətdarlığımı bildirirəm. İndi din günü bayaq dediğim kimi din gününün sahibi Allah'tır. Bu din gününün ne olduğunu biraz da terminoloji mənayla anlamaya çalışaq. Din günü ahirette hesabın görüleceği gün demektir. Yani hesabımızın görüleceği gün din günü demektir. Yaxşıların yaxşılarının, pislərin pislərinin tam qarşılığını verileceği gündür. Bu da Fatiha'da geçen Malik Yevmiddin kelimesinde görürük. Din gününün sahibi Allah'tır. Yaxşıların yaxşılarıyla, pislərin də pisləriyle mükafat ve ceza görüleceği gündür. Din günü ve din gününün sahibi, din gününün hükümdarı Allah'tır. Ve ancak o şəfaət eləyəcək. Hiçbir şəxs, hiçbir peyğəmbər elə anlayış da var ki, bir insan Musa peyğəmbərin yanına gedəcək, Davud peyğəmbərin
İsa peyğəmbərin, Yahyanın hamısı deyəcək ki, güya mənim xətalarım var, mənim günahlarım var, elə görə sənə şəfaət eləyə bilməyəcəm. Sonra da Məhəmməd peyğəmbərin yanına gedəcəklər və Məhəmməd peyğəmbər də Allaha səcdə eləyərək bu insanları da cənnətə burax deyə, bunları şəfaət mən elədim, bunların günahlarını bağışla deyə belə uydurma anlayışlar ortalıqda gəzməkdədir. Əfsuslar olsun. Bunu da insanlar din deyə yaşayırlar. Nağılları din deyə yaşayırlar. Allah Teala Quran-ı Kərimdə dəqiq və başa düşülən şəkildə deyir ki, din gününün sahibi Allahdır və şəfaət tam olaraq Allah Teala deyir, şəfaət tam olaraq mənə aiddir. Şəfaətin, yardımın, dəstəyin, şəfaət arxa çıxmaq, ona bir kömək, ona bir dəstək, yardım əli, düşənə bir elə bir ki, insan düşüb, ona bir yardım əli uzadırıq, düşən insanı biz yerdən qaldırırıq. Belə bir dəstək, belə bir kömək. Bir insanın maşını aşıb, biz o adama yardım eləyirik ki, o maşını düzəltsin, o əgər balotadadırsa, buksir eləyib oradan dartıb çıxarırıq. Biz həmin anda həmin maşını aşan və yaxud da maşını balotada orada buksavat eləyən, orada ilişən adamı biz balotadan necə çıxarıb ona yardım göstəririksə, bu elə bil ki, belə bir misal gətirirəm mən. Belə bir anlayışdır bu. Bir kiməsə yaxşılıq, kiməsə yardım, imdadda olana yardım, kömək əli uzatmaq, bu kimi mənalar verir şəfaət. Amma əfsuslar olsun ki, bayaq dediyim kimi, bütün insanlar elə bil ki, Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərə qədər bütün peyğəmbərlərin yanlarına gedəcəklər. Bütün peyğəmbərlər deyir ki, mənim bir xətam var, mənim günahım var, ən günahsız Məhəmməddir. Siz ondan istəyin, o sizi şəfaət edəcək və günahlarınızı bağışlayıb Allahın verəcəyi əzabından sizi xilas edəcək və sizi cənnətə aparacaq. Əfsuslar olsun, bu belə bir uydurmanı din deyə yaşayanlar var. Din gününün hökümdarı Allah'tır. Bizi yaradan, yaşadan, öldüren, öldükten sonra yeniden dirildip, hak hesap gününü bizi dirildip hesap soruşacak olan Allah Teala'dır. Ve orada hiçbir şefaatçi, destekçi, yardımcı, ortalıkta olan o müridleriniz, şeyhleriniz, hiçbir insan ortalıkta olmayacak. Allah Teala orada diyecek, hani sizin imdada çağırdıklarınız, hani sizin yalvardıklarınız, Allah Teala diyecek. Hani sizin o yalvardıklarınız. Öleceksen, Allah'a hesap vereceksen ve Allah Teala diyecek, hani senin o yalvardığın, yardıma çağırdığın, köməyə çağırdığın, hani o? Çağırabileceksiniz mi? Yok. Çağırabilmediğinize göre hiçbiriniz çağırabilmeyeceksiniz. Allah'a teslim olanlar için hem bu dünya hem de ahiret güzel şekilde olacak. Allah Teala onu Kur'an'da deyir. Çalışın, Kur'an'ı anlayarak okuyun ki dinde olan uydurmaları din diye yaşamayın. Din Allah'ındır ve hükmü Allah dinde hüküm koyan Allah'tır. Ve Allah ne deyirsə o. Din kəlməsi bu kimi mənalarında da görürük. Əməlin, mükafatın cəzası, əməlin mükafatı və cəzası, itaət, hal, təslimiyyət, hesab günü, yaşantımız, təqva etdiyimiz əməllər, yaxşı əməllər, buluşma, qiyamətdə öldükdən sonra Allah ilə buluşma, hesab vermə və s. kimi şəriət mənalarına gəlir. Gün, yevm ərəbcə 24 saatlıq zaman mənasına gəldiyi kimi ay, il, əsir, devir mənasında da gəlir. Məsələn, dünya gününün 1000 günü, elə bil ki, bu dünyanın 1000 günü ahiretin bir gününe eşittir, bir gününe beraberdir. Din gününün ne olduğunu hardan biləcəyik? Əlbəttə Kur'an'dan. Biz başka yerden din gününün ne olduğunu bile bilmərik. Hem din gününün, hem din ile alakalı ne varsa biz Kur'an'dan öğrene bilərik. Geçen derste dediğim kimi bir xəstə əgər materistə müraciət eləsə, o maşın düzəldən adamın yanına gedib öz xəstəliyin müalicəsi, müayinəsi tapa bilmədiyinə görə biz də dini
elmləri araşdırıb öyrənməyimiz üçün yalnız Qur'andan yol getməliyik. Yalnız oradan. Orada tərcümə səhvləri var. Orada tərcümə eləyən bəzi insanlar tərcümə səhvlərinə yol veriblər. Belə bir misal da deyək. Əgər biz xəstələnəndə bir həkimin yanına, iki həkimin yanına, professorun yanına, doktor deyəndə onların da rütbələri var. İndi illərlə oxuyan professordan da yuxarı rütbələrdə olan həkimlərin Almaniyaya, ora-bura biz müraciət edirik. Yəni özümüzün xəstəliyinə görə biz bütün həkiminin də yaxşısını axtarıb araşdırmaya çalışırıq. Din məsələsinə gələndə biz deyirik ki, burada tərcümə səhvi var, mən bunu daha oxumuram. Sən bunu niyə öz nəfsinə yenərək sən onu özündən uzaqlaşdırırsan? Sən əgər bir Quran tərcüməsi sənə qane eləməsə, başqa bir tərcüməyə bax. O da qane eləməsə bir başqasına bax, bir başqasının dediyinə bax, araşdır, özün oxu, bax. Xəstə olanda necə ki biz həkim dəyişdirə bilirik, həkimləri axtarırıq, professorları axtarırıq. Amma din mövzusuna gələndə biz isə orada elə bil ki yubanırıq. Elə bil ki onu istəmirik. Elə bil ki biz din yolumuzu araşdırıb onu ideal vəziyyətə gətirməsək, dinimizi, ruhumuzu qidalandırmasaq, qiyamətdə biz zülm eləyənlərdən olasıq. Özümüzə zülm eləyənlərdən olasıq. Biz canımızı bu qədər çox sevirik, bir şey olanda həkimə müraciət edirik. O bizim canımız, o bədənimiz qiyamətdə əleyhimizə şahidlik eləyəcək. Əleyhimizə şahidlik eləyəcək ki, Allahın bizə əmir buyurduqlarına görə biz onları eləmədik, nəfsimizə tabe ola bilmədik, nəfsimiz elə bil ki bizi aldatdı. Allahın əmrlərini biz unutduq. Dünya həyatına başımız qarışdı və axirəti yadımızdan çıxartdıq. Və bədən üzvümüz əleyhimizə şahid eləyəcək. O qədər qoruyan, o qədər sevən insan özünün canından əziz nə olar bilər? İnsanın özünün, hər bir insan özünün canından əziz bir şeyi yoxdur o insan üçün. Bu dünyada öz canını o qədər qoruyur. Amma axirətdə əleyhimizə şahidlik eləyəcək ki, biz Quran yolu ilə, Allahın dediyi ilə, haqq yolu ilə, ədalətlə biz yaşamamışıq deyə. Bunun üçün hələ ki biz sağıq, hələ ki biz yaşayırıq, Qurana yönəlin. Allah nə deyirsə onu eləyin. Din Allahındır. Başqa bir şəxslərə, məzhəbləri dinləşdirərək məzhəblərdən fitva götürməyin. Mən sizə görə mən deyirəm, özümə görə yox. Mən də belə oxumuşam, belə öyrənmişəm. Mən də uşaq ikən məzhəblər, mən bu Şafi məzhəb, o Hənəfi məzhəb, belə biz yaşamışıq. Mən elə bilirdim, mən Şafiyəm deyə Hənəfilərin etdikləri səhvdir, mənim məzhəbim də doğrudur. Mən də belə anlayışda olmuşam. Çünki mənə də belə öyrədiblər. Mən baxdım ki, Qur'an-ı Kərimdə nə məzhəbləri dinləşdirib, nə də onların fətvaları heç birisi yox imiş. Qur'an dini yaşamaqdan ötürü əlimizdə olan hidayət rəhbəri Qur'an-ı Kərim dini yaşamaqdan ötürü kifayət eləyirmiş. Və fərqli insanların görüşlərinin dalınca gedərək biz özümüzü çaşdırmağın heç bir mənası yoxdur. Din gününün nə olduğunu hardan biləcək? Əlbəttə Qur'an-ı Kərimdən bayaq dediyim kimi, o gün kimsənin heç kimsəyə heç bir fayda sağlamayacağı bir gündür. Elə bil ki, atasının övladın da atasına heç bir fayda verə bilməyəcəyi bir gündür. Peyğəmbərin öz qızına Fatiməyə dediyi kimi, sən atanın Peyğəmbər olduğuna əmin olaraq qiyamətdə məndən kömək gözləmə deməsi də biz hədislərdə görürük. Yəni, hər kəs Allaha hesabı özü verəcəkdir. O gün əmir yalnız Allaha aiddir. Biz sağ ikən iradəmiz əlimizdədir. Öldükdən sonra biz artıq Allahın əmrindəyik. Artıq öldükdən sonra seçim şansımız yoxdur. Biz sağ ikən özümüzü idarə eləyə bilirik. Öldükdən sonra bizim artıq seçimimiz yoxdur. Tövbəyə də şans yoxdur. Öldükdən sonra edilən tövbə də qəbul deyildir.
Seçim şansımız bitir. Öldük mü artıq bizim seçim şansımız bitir. Hələ ki sağsınızsa, mən danışanda siz eşidirsiniz və yaxud da oturur, düşünür, təfəkkür edirsiniz. Hələ ki sağsınız, hələ ki yaşayırsınız. Allah ömrünüzə bərəkət versin. İman əhli eləsin hamınızı və biz də imanla, Allaha təslimiyyətlə biz yaşayaq. Biz Allahı uca tutaq və Allaha dua eləyəndə arada heç bir şəxsləri əlavə eləməyək. Araya bir şəxsləri əlavə elədinmi, o bütpərəstliyə insanı aparır. İnsanlar bütün qabağında ibadət etmələri deyirlər şirkdir, amma içimizdə gizlədiyimiz o şirk bilməyərəkdən biz eləyirik və biz bunu bugün bilirik. O arada Allah ilə arada yardıma çağırdıqlarınızı, rabitəçilərinizi, şeyxlərinizi, hansısa insanları uca tutursunuz, ilahlaşdırırsınız. Peyğəmbəri də ilahlaşdırmağa çalışanlarınız var və bu şeyləri eləməyin. Peyğəmbərlərin missiyası yalnız onlara nə vəhiy olunubsa, ona uyarlar və o vəhiyi bizə çatdırarlar. Onların missiyası budur. Biz Peyğəmbərinin üzü suyu hörmətinə Allah Taala bu duamı qəbul et deməyimiz də doğru deyildir. Allah Taala deyir, səmimi qəlblə özünüz dua edin. Biz niyə səmimi qəlblə, ey Allah, günahlarımı bağışla. Sən ulu və müqəddəssən. Sən bağışlayansan, sən rəhimli və mərhəmətlisən. Bizi doğru yola yönəlt. Bizim günahlarımıza görə bizi bağışla. Biz tövbələr eləyirik. Tövbəmizi qəbul elə. Biz bunu səmimi qəlblə Allaha niyə eləyə bilmirik belə duaları, belə forma duaları? İnsanlar duaları əzbərləyirlər, amma əzbər etdikləri dua da təriqətçiləri, şeyxləri və yaxud da külli miqdarda insanları sıralayaraq onların üzü suyu hörməti ilə Allahdan istəyirlər ki, onlar elə bil ki, Allaha yaxındırlar. Mən birbaşa Allahdan istəyə bilmirəm, onların sayəsində mən istəyim kimi belə bir anlayış var bizdə. Bu nə qədər doğrudur? Düşünün, təfəkkür edin, özünüz də anlayacaqsınız. Səhvinizi özünüz başa düşəcəksiniz. Bu dünyada bir də məsələ var, insan səhv eləməlidir ki, doğruyu anlasın. Bizim başımıza gələn hadisələrdə, hansısa bir məsələlərdə biz səhvlərə yol veririk. Əgər səhvlərə yol verib o səhvləri biz gördükdən sonra o səhvləri biz yerindən həyata keçirmirik. Həmçinin günahları da. Günahsız insan yoxdur. Hamının günahı var. Bütün təriqət, məzhəb, alim, üləma, peyğəmbərlər, hər bir bəşər, insan deyilən bəşərin hamısının günahı var. Yalnız müqəddəs olan Allahdır. Müqəddəs heç bir günahı, heç bir nöqsanı, heç bir hansısa xəta, heç bir şeyi olmayan, yalnız müqəddəs, tərifə layiq, uca olan yalnız Allahdır. Qalan bütün bəşər günah əhlidir. Bizi hər kəsi qurtaracaq olan özümüzün etdiyi yaxşı əməlləri və təqvası olacaqdır. Bu da təqvaya bağlıdır. Bizi o dünyada qurtaracaq olan təqvamızdır. Etdiyimiz əməllər. Təqva insanların ruhunun mənəviyyatı Allaha təslimiyyətlə ruhumuzu qidalandırmağımızdır. Bu qidayı da biz Qurandan onu anlayaraq öz dilimizə oxuyaraq alırıq. Ruhumuzu biz Quranla qidalandırırıq. Din günü bütün yaxşı və pis işlərin haqq ölçüsündə keçərək son nəticəyi bulacağı və bir-birindən tamamən ayrılacağı son zamandır din günü. Gələcəkdə edilən işlərin tam qarşılığını veriləcəyi son gün deməkdir. Görüldüyü kimi din günü qəbirlərdən qalxış günü, qiyamət günü ifadə etməkdədir. Öldükdən sonra dirilmə, durub gözləmə, sual hesab, mizan tərəzi, mükafat və cəza kimi vaxtları və mərtəbələri vardır din gününün. Bu gündə hamı dünyada etdiklərinin qarşılığını mütləq görəcəkdir. Yaxşılarına mükafat, pislərinə cəza olacaqdır. Öldükdən sonra dirilmə bir göz qırpımında olacaqdır.
öldükten sonra dirilmə. Arada minlərlə il keçsə də Adəm peyğəmbərin dirilişi də, ən son öləcək adamın dirilişi də anidən göz qırpımında olacaqdır. Elə bil ki, öldükdən sonra Adəm peyğəmbərin də axırda diriləcək insanın da dirilişi eyni olacaqdır. Bizə görə zaman anlayışı var, öldükdən sonra dirilməyə qədər zaman anlayışı yoxdur. Biz yuxuda ikən nə qədər zaman keçdiyini bilə bilmirik. Yuxuda ikən keçən zamanı biz hesablaya bilmirik. Ya da komada olan bir insan 1 ay və yaxud da 2 ay qalsa da o özünə gələndə arada keçən zamanın nə qədər keçdiyini o bilə bilməz. 2 ayda insan komada qalsa, o özünə gələndə o elə bilər ki, elə bil ki, həmən o özünə gəlib. 1 saniyə qədər vaxt keçmiş kimi olacaq komadan özünə gələn insan və Quranda da ölüm yuxunun elə bil ki, qardaşıdır. Ölüm ilə yuxu Quranda bir-birinə yaxındır. Belə yaxındır ölüm ilə yuxu. Ölüm də insanın yuxudakı kimidir. Elə bil ki, insan ölür, elə bil ki, insan yuxudakı kimidir. Dirilənə qədər yuxudakı kimidir insan. Diriliş gününə qədər keçən zaman anlayışı ölülər hiss etmirlər. Diriliş gününə qədər olan bu zaman anlayışı ölülər hiss etmirlər. Qədir gecəsi ilə əlaqəli bir-iki söz deyim. Qədir gecəsi ilə əlaqəli biz bunu deyə bilərik. Bu barədə Quranda surə də keçir. Onun əhəmiyyəti şans oyunlarındakı kimi bir gecəyi tutub bütün ili ibadət kimi keçməsi sayması deyil. Elə bil ki, Qədir gecəsində bir gecəyi tutacaq, bütün ilin ibadət kimi keçməsi kimi etdikləri bir günün ibadəti var. Elə bil ki, bir il ibadət etmiş kimi oluram. Belə bir anlayış yoxdur. Qədir gecəsi Quranın başlama gecəsi, Quranı anlayaraq yaşamaya başlama gecəsi, hər bir şeyə bir ölçü qoyma gecəsidir Qədir gecəsi və bir ölçü də Allahın qədəridir. Qədər bir ölçüdür. Və o ölçüyü də Qədir gecəsində Quranı ilk olaraq endirməyə başlayan gecədən, o vaxtdan Quran nazil olmaya başlayır və digər Tövrat, Zəbur və Adəm peyğəmbərdən sonra gələn kitablar da Ramazan ayında nazil olunublar. Və Qədir gecəsi də Quranın nazil olma başlama gecəsidir. O gündən Quran nazil olmağa başlayır. Qədər də bayaq dediyim kimi Allahın müəyyən etdiyi bir ölçüdür. Qədir surəsi 1. Həqiqətən biz onu Quranı Qədir gecəsində nazil etdik və Quran Qədir gecəsində nazil olunub və başlanılıb. Quranın başlama gecəsidir Qədir gecəsi. Elə bil ki, hər hansı bir şans oyunlarındakı kimi bir o gecəni mən tutum, o gecə bir gecə mən ibadət eləyim, bütün il boyu ibadət eləmiş kimi oluram anlayışınız doğru anlayış deyil. Sən haradan bilərsən o Qədir gecəsi nədir? Elə isə dinlə. Qədir gecəsi 1000 aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və ruh Cəbrail hər işə görə yerə enirlər. Peyğəmbərlərə vəhyi ilk olaraq bu gecədən enməyə başlamışdır. Peyğəmbərə vəhyi bu gecədən enməyə başlamışdır. O gecə sübh açılanadək əmin amanlıq olur. Bu əmin amanlıq da Quranı öz dilimizdə anlayaraq, yaşayaraq, həyata keçirərək olur. O gecə Qədir gecəsində bu Quran-ı Kərim enməyə başlayıb və bütün 23 il ərzində hər Ramazan ayında bu Quran tamamlanıb. Və Qədir gecəsindən başlayaraq hər ilin Ramazan ayında Quran nazil olunub. Qədir gecəsinin digər gecələrindən bayaq dediyim kimi bircə fərqi Quranın ilk olaraq nazil olma, Peyğəmbərə vəhiy yolu ilə gəlmə gecəsidir. Və başqa bir bu gecə ilə əlaqəli elə bil ki, digər gecələrdən üstünlüyü və yaxud da fərqliliyi yoxdur. Yalnız bircə onu deyə bilərik ki, Quranı başlama gecəsidir. Quranı anlama gecəsidir. Allahın hökmləri həyata keçirməyə başlama gecəsidir. Və biz onu anlayaraq öz dilimizdə Azərbaycan, Rus, Türk dillərində oxuyub anlamaya başlama gecəsidir və Ramazan ayı da biz ruhumuzu Quranı anlayaraq, oxuyaraq ruhumuzu qidalandıraq. Fatihə 4. Haqq hesab gününün hökmdarına,
Hak hesap günü kıyamette öldükten sonra diriləndə bizim sorğu sual edeceğimiz zaman biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Fatihədə biz hər zaman bunu oxuyuruq. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Biz Fatihədə hər gün 5 vaxt bunu oxuyuruq. Allahla heç kəsi tay tutmayın. Əgər öz dilinizdə anlasanız, o İyyəkə na'budu və İyyəkə nəstəin nə olduğunu anlasanız, bəlkə də doğru bildiyiniz yanlışları siz tərk edərsiniz. Qur'ana zid olan doğru bildiyiniz yanlışlar var, onları yaşayırsınız din deyə, onları siz tərk edərsiniz. Qur'anı anlasanız. Anlamasanız yox. Qur'anı anlamasanız siz qula qul olursunuz. Qur'anı anlamasanız siz öz ağlınızı elə bil ki müridlərə girov verəcəksiniz və müridlər sizi robot kimi idarə eləməyə başlayacaqlar. Və onların elə bil ki himayəsi altında qalacaqsınız. Müridlər nə deyəcəksə siz onlara təslim olacaqsınız. Çünki ağlınızı siz işlədə bilməyəcəksiniz. Necə ki ağlınızı işlətməyə sizi mən dəvət eləyirəm Qur'anı anlamaya, o zaman sizə həm bu dünyada həm axirətdə xoşbəxtlik olacaq. Mən sizə pisliyə yox, xoşbəxtliyə, qurtuluşa, Allahın mükafatına, cənnətə dəvət eləyirəm. Niyə elə bil ki cəhənnəmə getmək istəyirsiniz? Mən sizə cənnət yolunu göstərirəm, deyirəm. Haqq olan yolu mən deməsəm də bir başqası deyəcək və yaxud da bir mən Mahmud olmuyum, Əli olacaq. Əli olmasa Vəli olacaq. Vəli olmasa hansısa Muhammed, Ələkbər, Ələskər kim olursa olsun, hansı insan olursa olsun, bu Qur'anın ayəsini danışası deyillikmi? Qur'anı insanlara bəyan eləyəsi deyillikmi? Biz niyə bunu eləmirik? Bunun üçün yalnız çağırım Qur'ana, dinə, Allahadır. Əş-Şuara 74. Onlar dedilər, xeyr, amma biz öz atalarımızın bəlli etdiklərini gördük. O dedi, siz nəyə ibadət edirsiniz? Görürsünüzmü? Həm siz, həm də ulu babalarınız, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdir. O Rəbbi ki, məni yaratmış və məni doğru yola yönəltmişdir. O Rəbbin ki, məni yedirir, içirir, ruzi verən O'dur. O Rəbbi ki, xəstələndiyim zaman mənə şəfa verir. Öldükdən sonra şəfaət edəcək olan da uca Allahdır. O Rəbbi ki, məni öldükdən sonra dirildəcəkdir. O Rəbbi ki, haqq hesab günü xətalarımı bağışlayacağını ondan umuram. Və tövbəyi də unutmayın. Bu dünyada sağsınızsa hər zaman, daim hər zaman dediyim qızıl qayda. Tövbəyi hər gün eləyin, ölümü hər gün, hər an yadınızda saxlayın, hər an ölə biləcəkmiş kimi yaşayın və hər an Allahın huzurunda hesab verəcəkmiş kimi yaşayın. Ey Rəbbim, mənə hikmət ver və məni əməli salihlərə qavuşdur. Əs-Saffat 11. Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa bizim başqa yaratdıqlarımızı, biz ki onlara yapışqan kimi palçıqdan yaratdıq. Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edir və deyirlər, bu ancaq gözlə görülən bir sehirdir. Məgər biz öldükdən, sürsümük olub torpağa çevirdikdən sonra dirildiləcəyikmi? Buna inanmayanlar da var. Öldükdən sonra dirildiləcəyikmi deyə inanmayanlar da vardır. Onun üçün o inanmayanlara Allah Teala Quranda misallar çəkir. Ya da atalarımızı mı dirildəcəklər? Bəli, özü də zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz. Allah Teala deyir. Bu təkcə dəhşətli bir səs olacaq və onlar qəflətən dirilib görməyə başlayacaqlar. Günahkarlar deyəcəklər, vay halımıza, bu ki haqq hesab günüdür. Günahkarlar, kafir olanlar o zaman anlayacaqlar ki, haqq hesab günü başlamış. Artıq onlar diriliblər.
Onlara deyiləcək bu yalan saydığınız fərqləndirmə günüdür. Mələklərə belə əmr olunacaq. Toplayın bir yerə zalimları, onların yoldaşlarını və ibadət etdiklərini. Əgər Allahdan başqasından kömək diləsən, bil ki, sən yoldan çıxmışsan. Allaha heç kəsi tay tutma, yalnız ona güvən və ona tabe ol. Hər zaman dediyim və insanları dəvət elədiyim yol Quran yolu, haqq yolu, Allahın əmrinə elə bil ki, qayıtsız, şərtsiz boyun əymək. Və biz yalnız Allahın əmri ilə hərəkət eləməliyik. Dində hökm Allah verir və bu dini Allah Taala tamamlayıb. Dinə əlavələrə ehtiyac yoxdur. Və bizi sorğu-sual edəcəyi bildirdiyi kitab da Quran kitabıdır. Mən də sizi Quranı öz dilinizdə oxuyub, anlayıb, yaşayıb, yaşatmağa, insanlara da bəyan etməyə, insanlara da Quran ayələrini danışmağa dəvət edirəm. Çalışın, Quranı yaşayın. Çalışın, Quranda Allah nə deyirsə onu eləyin. Allaha boyun əyin və tam bir təslimiyyəti Allaha göstərin. Şəfaəti də, şifayı da, köməyi də, duanı da yalnız Allaha edin. Duada bayaq dediyim kimi, elə bil ki, kiminsə üzü suyu hörmətinə duayı elə bil ki, əzbərləmə forması ilə eləməyək. Kiminsə əzbər dediyi, kiminsə yazdığı duayı beynimizdə əzbərləyərək o duayı eləməyik. Duayı çalışın özünüz eləyin. Özünüz, hər bir insan, Allah Taala deyir, bütün göndərilən ayələr var, Quran ayələri və digər kitablar, Tövrat, Zabur, bir də yaradılan ayələr var. Bütün bəşər, insan, heyvan, yer kürəsi gözlə görünən hər bir şey. Bu hamısı ayədir. Allahın yaratdığı ayələrdir. Biz duada hər bir insan особо, individualna özü dua eləməlidir Allaha. Kiminsə əzbərlətdiyi duayı eləməyi, o elə bir ki, o duayı eləyər, amma o anlamaz. Etdiyi duayı qəlblə, könüllə, Allaha təslimiyyəti qəlblə təsdiq eləyərək etdiyi dua, o ən gözəl duadır. Bir insanın digər insana etdiyi dua ən gözəl dua, bir insandan ondan xəbəri olmadan ona edilən dua ən gözəl dua olduğu Rasulullah deyir və hədis var bu barədə. Dediyim odur ki, dua edəndə dua metodunu müridlərin sizə dediyi əzbərləmə forması ilə onların o forması ilə əzbər formasına çevirməyin duayı. Duayı əzbər formasına çevirsəniz bu ritual olar. Allahdan özünüz səmimi qəlblə istəyin. Səmimi qəlblə deyin ki, Allahım, mənim günahlarımı, ümmətimin günahlarımı, insanların günahlarını, ata-anamın, qohum-əqrabaların, bütün insanların, bəşərin günahlarını bağışla. Bizim tövbələrimizi qəbul elə. Əgər bir insan pis bir iş eləyibsə, Allaha yalvararaq deyin ki, Allahım, mənim tövbəmi qəbul elə və bir daha o günahı işləmə. Allah Taala Quranda deyir, tövbə etdiyiniz halda bağışlamayacağınız günahım yoxdur. Allah Taala bizi tövbəyə çağırır. Əgər biz tövbə eləsək, Allah Taala günahlarımızı bağışlayacağını deyir. Və Allah Taala Quranda deyir, mən sizə zülm eləyən deyiləm. Allah Taala bizə zülm eləyən deyil. Biz özümüzə zülm eləyirik. Biz özümüz tövbəni gecikdiririk. Ölümü özümüzdən uzaq bilirik. Ölümü xatırlamaq istəmirik. Haqq hesab günümüz yadımızdan çıxıb. Din deyə uydurmaları yaşayırıq. Və belə etdiyimiz halda Allah Taala bizim etdiyimizdən razı olarmı? Allah Taala bizim necə insan olmağımızı istəyir. Qurana bir baxanda biz görəsiyik ki, Haqq Taalanın istədiyi müsəlmanlar gördüyümüz müsəlmanlardır
yoxsa Qur'an yoluyla yaşayan müsəlmanlardır? Məzhəblərə, firqələrə, təriqətlərə ayrılan, bölünən müsəlmanlardır, yoxsa bölünməyərək din Allahındır deyən, Allaha təslim olan və Allaha kayıtsız, şərtsiz boyun əyən, Allah nə deyirsə onu deyən müsəlmanlardır? Hansılardır? Biz niyə araşdırmırıq, oxumuruq, öyrənməyə niyə? Bizim başımıza gələn bəlalar da bunlardır. Başımızda olan bəla budur. Oxuyub öyrənməməyimiz. Bayaq dediyim kimi bir xəstəliyimiz baş versə, MRT, uzilər, nə bilim nələr eləyəsik, plastik balnisalar, ora bura digər ölkələrə də müraciət eləyəsik bir xəstəlik baş verəndə. Amma ki biz sağ, elə bil ki gümrah, güclü, elə bil ki o energiya olan vaxtı biz Allahı unuduruq. Biz ibadəti unuduruq. Qur'anı unuduruq. Qur'anla biz yaşamırıq. Anidən ölüm gəlir, insan hazırlıqsız ölümə yaxalanır. Və artıq tövbə şansı yoxdur. Heç bir insanın sabaha çıxmağa qarantiyası yoxdur. Hər bir bəşər hər an ölə bilər. Və sizi ona görə çağırıram ki Qur'anı siz anlasanız, siz Allaha təslimiyyəti tam olaraq səmimi qəlblə göstərəcəksiniz. Din deyə uydurmaları yaşamayacaqsınız. Hər kəsin doğru bildiyi küllü miqdarda doğru bildiyi yanlışlar var. Və bu yanlış və səhvləri də din deyə biz yaşayırıq. Qur'andan xəbərsiz. Qur'anı bəlkə də bir insan 1000 dəfə oxuyub, amma onu anlamayaraq oxuyub. Orada olan mənaları bilməyərək oxuyub. Amma o anlamır. Niyə anlamır? Anlamaq istəmir və çalışmır. Bəlkə də mənfəətlərinə görə, bəlkə də müridlər deyiblər ki, sənin oxuduğun hər bir Qur'an sözünə, bir hərfinə 10 savab var. O da bəlkə də savablar qazanmağa çalışır o yazıq. Mən axı sizə Qur'anı anlayaraq oxusanız, onun dediyi, o müridin dediyi savabdan da çox savab qazanacağını Allahın kəlamından deyirəm mən sizə. O deyirsə əgər 10 savab, Allahın kəlamından mən deyirəm sizə o 10 savabı da oradan qazanacaqsınız. Buna misal olaraq bizim etdiyimiz hər bir yaxşı işin Allah Taala 10 qat mükafat verir. Etdiyiniz pis işin əvəzi olaraq misli ilə cəzasını verir. Allah Taala 10 qat mükafatı verir ki, bizim etdiyimiz bir yaxşı işə 10 qat mükafatı verir. Hətta bizim beynimizdə bir yaxşılıq oyansa, yaxşı bir təfəkkür olsa, Allah Taala ona da savab yazır. Əgər beynimizdə oyanan pis bir işə görə Allah Taala bizə cəza yazmır. Bunun üçün yalnız Allaha güvən və yalnız ona qul ol. Əz-Zariyat 10 məhv olsun yalançılar, haqqı bilərək örtənlər, kafirlər, Qur'andan insanları uzaqlaşdıranlar, Qur'anı siz anlamazsınız deyənlər, Qur'anı anlayaraq oxumayın deyənlər, Qur'anı sizə çətinləşdirənlər, Zariyat surəsi 10 məhv olsun yalançılar. Onlar yalançılardır. O kəslər ki, cəhalət içində olan qafillərdir. Yəni, Qur'andan uzaq olanlardır. Qur'anı özlərindən uzaqlaşdıranlardır. Özlərinin bildiyi uydurmaları din deyə yaşayanlar. Haqqı bilərək örtənlər. Bəqərə 159-da deyir, əgər Qur'an ayələrini görüb, onu oxuyub, onu anladıqdan sonra gizlədənlərə Allah və mələklərə lənət eləyəcək. Və Maidə 47, qızıl qaydaları mən danışıram sizə. Maidə 47-də Allah Taala deyir, Qur'an ayələri ilə hökm etməyənlər məhz onlar kafirlərdir. Əgər bir insan, bir din xadimi, bir imam, bir molladırsa, əgər o
Allahın ayələri ilə hökm etmirsə, o adam kafirdir. Açıq, aydın. Mən bugün Allahın ayələrini sizə danışıram. Siz necə anlayırsınızsa anlayın. Bəziləriniz Quran ayələrini yozmaya çalışanlar var. Belə bir din xadimi də eşitmişəm ki, mən Quranda Allah Teala deyir, mən sizin günahlarınızı bağışlayacağım deyir, caydırıcı söhbət eləyərək. O zaman insanlar da belə düşünəcək ki, biz günah eləyə bilərik. Yəni Allah bizi bağışlayacaq. Yəni bizim günah eləmək şansımız var. O adam demir ki, siz tövbə eləsəniz Allah Teala günahlarınızı bağışlayacaq. O caydırıcı misallar deyərək insanları Qurandan soyudurlar həmin insanlar. Onlar haqq hesab gününə nə vaxt olacağını soruşurlar. O gün onlara odda əzab veriləcəkdir. Onlara deyiləcək, dadın əzabını. Sizin tez tələsik gəlməsini istədiyiniz şey budur. Şübhəsiz ki, müttəqilər cənnəti bağlarında və bulaqların başında olacaqlar. Əl-İnfitar 4. Qəbirlər çevriləcəyi zaman hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxlayacağını biləcəyi zaman hər bir insan özünün əməlini ortaya qoyacaq. Ey insan, səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb, kamilləşdirdi və sənə gözəl bir surət verdi. Niyə Allaha təslim deyilsən? Niyə Allaha təslimiyyəti göstərmirsən? Niyə Allahı uca tutmursan? Allahla kimisə niyə tay tutursan? Duada hansısa şəxsləri niyə ortalığa qoyursan? Onların ürü suyu hörməti ilə Allahdan niyə dua edirsən? Birbaşa sən niyə Allaha dua eləmirsən? Deyirsən Allaha inanıram, bəs niyə dediyinlə etdiyin uyğun gəlmir? Bütün insanlar Allaha təslim deyirlər. Amma etdiyi ilə dediyi uyğun niyə gəlmir? Danışır Allaha təsliməm deyə, etdiyi Qurana ziddir. Niyə bəzi şəxsləri ilahlaşdırırsınız? Niyə Quranı anlamaq istəmirsiniz? Bayaq dediyim kimi, din xadimlərinin əksəriyyəti sizi Quranı çətinləşdirərək onu anlamayan kitab olduğunu deyəcəklər və onlar kafirlik eləyirlər. Bunu mən deməzdim, Allah Teala deyir. Bəqərə 159. Dini, Quranı sizə çətinləşdirənlərin hamısı kafirdirlər. Allah Teala deyir. Mən isə Quranı sizi onu oxuyub, anlayıb, hökm ondan çıxarmanızı və müfəssəl olaraq aydın şəkildə, başa düşən şəkildə göndərdiyini Allah Teala deyir. Amma dini özlərinə uyduranlar onun sizin anlanmayan kitab olduğunu deyəcəklər. Səni istədiyi şəklə saldı, xeyr, əksinə siz qiyaməti yalan hesab edirsiniz, həqiqətən sizin üstündən nəzarətçilər vardır. Qoruyucu və yazıcı mələklər var bizim yanımızda. Çox möhtərəm əməllərinizi yazırlar. Onlar sizin nə etdiklərinizi bilirlər. Əl-Kəhf 7. Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdi ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. Və Allah Teala yer üzərində hər bir şeyi bizi sınaqdan keçirməkdən ötürü, yaxşını da, pisini də, gözəli də, yaxşını da, hər bir şeyi bizim sınaqdan keçirməyimizə görə verir. Kimisə övladla, kimisə xəstəliklə, kimisə mal, var, dövlətlə, hər bir məsələ ilə Allah Teala bizi sınaqdan keçirir. Taha 131 kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Allah Teala deyir. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. Və yaxud da bir insan əgər zəngindirsə, sən onun malına gözünü dikmə. Və yaxud da kafirlər əgər haqqı bilərək örtənlər deyək, əgər onların son model maşını, əgər onlar Tesla sürürlərsə, əgər onlar kafirdirlərsə, haqqı bilərək örtəndirlərsə və yaxud da müşrikdirlərsə, onların malında gözün olmasın. Allah Teala deyir, Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. Taha 132, ailənə namaz qılmağa əmr et, özün də onu səbirlə yerinə yetir. Ailənə də namaz qılmağa əmr et və özün də onu səbirlə yerinə yetir. Elə bil ki, insana namaz qılmağı əmr etməyə də ehtiyac yoxdur. Əgər insan Allaha təslimdirsə,
O özü o ibadəti eləməyə özü istəyəcək. Ona heç kim əmir verməyə ehtiyac da olmayacaq. Elə bil ki, bir insan Allaha səmimi qəlblə təslimdirsə, o səhər 5-6 vaxtlarında o öz şirin yuxunu Allah rızası üçün o oyanacaq, dəstəmaz alıb səhər namazını qılıb yatacaq. Səhər yuxusu hamı üçün şirindir. Əgər təslimiyyət insanın ürəyində varsa, onu elə bil ki, kimsə onu yuxudan durğuzmağa ehtiyac yoxdur. O insan özü duracaq. Allah rızası üçün. Elə bil ki, əmirlə, qorxu ilə insanları dini çağırmağa, dini yaşatmağa dəvət eləməyin mənası yoxdur. Gözəl bir şəkildə deməlisiniz və eləyən özü üçün eləyər, eləməyən də özü bilər. Biz yalnız insanlara Quranı, dini haqqı təbliğ və bəyan eləyə bilərik. Kimisə zorla müsəlman etməyimizə ehtiyac yoxdur. Biz səndən ruzi istəmirik, əslində sənə ruzi verən bizik, gözəl aqibət təqvaya bağlıdır. Ənbiya 35, hər nəfis mütləq ölümü tutacaqdır, hər bir insan ölümü tutacaq. Biz sizi həqiqi dəyəri ortaya çıxarmaq üçün xeyirlə də, şərlə də imtihan edirik. Sonunda hamınız bizə dönəcəksiniz. Allah da bizi xeyirlə də, şərlə də imtihan edir. Kim imtihandan yaxşı keçəcək? Əl-Həc 53 belə edər ki, şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bir sinaq vasitəsinə çevrilsin. Həqiqətən zalimlar uzaq bir ayrılıq içindədirlər. Qoy elm verilən kəslər və bütün insanlar, bütün bəşər, bütün canlı insanlar kimliyindən və millətindən asılı olmayaraq bütün insanlar Allaha tam güvənərək bu kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Bu Quran bütün insanlıq üçün göndərilib. Bütün insan. Xitay da, Rus da, Türk də, Azərbaycanlı da, İngilis də, Fransız da bu kitabdan sorğu-sual olunacaqlar. Və bu kitab bütün insanlıq üçün gələn kitabdır. Quran yalnız müsəlmanlara yox, bütün bəşərə, bütün insanlığa gələn kitabdır. Və bütün insanlar da bu kitabdan sorumludurlar. Allah bizi Qurana dəvət edir. Biz də insanları Quranla maarifləndiririk. Maarifləndirməliyik. Ona insanları çağırmalıyıq. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. Kafir olanlar isə o saat qəflədən onların başlarının üstünə alanadək yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək Quran barəsində şək şübhə içində qalarlar. Quran barəsində sizin şübhəniz olmasın, ona tam itaat edin. Çünki Quran-ı Kərimin heç bir hərfində səhv yoxdur. Quran Fatihədən Nəs surəsinə qədər heç bir şəkkə yol vermədən tam olaraq ən güvənilir, ən gözəl kitabdır və ən gözəlinin sözləri orada yerləşir. Ən gözəlinin sözləri ən gözəlinin sözüdür. Ən gözəl də uca Allahdır. Əl-Furqan 20 səndən öncəki elçilərimiz də yemək yeyər, elə bil ki, peyğəmbərlər yemək yeyər, yaşayar bizim kimi ailə həyatı qurarlar, sevinərlər, oynayarlar, üzülərlər, ailə sahibi olaraq uşaq sahibi olarlar. Necə ki biz yaşayırıq, bizim həyat tərzimiz, necə ki yaşantımız gedir, peyğəmbərlər də bizim kimi insan olublar. Bizdən bircə fərqləri odur ki, onlar peyğəmbər olublar və onlar Allahın seçdiyi elçilər olublar. Və Allahın əmrlərini bizə çatdırıblar. Allahın əmri ilə onlar, bəzi peyğəmbərlər İsa, Musa, Davud
bu kimi peyğəmbərlər, bəzi peyğəmbərlər Allahın izni və əmri ilə onlar möcüzələri göstərə biliblər. O Musanın dənizi yarması kimi, o sonra Musanın özünün əlinin parlaq çıxması kimi və yaxud da İbrahimin möcüzəsi ki, odda yanmaması və yaxud da İsa'nın bəzi xəstəlikləri sağaltmağı kimi belə möcüzələri biz Qurandan görürük. O möcüzələr bütün peyğəmbərlər Allahın əmri və izni ilə eləyiblər. Bizim Muhammed peyğəmbərin möcüzəsi olmayıb. İsa surəsində biz görürük ki, bundan əvvəlki bəşərlər, qövmlər peyğəmbərlərə verilən möcüzələri yalan saydıqlarına görə Muhammed peyğəmbərə yalnız bircə Quran möcüzəsi verilib, Qurani Kərim. Başqa möcüzə peyğəmbərə verilməyib. Çünki peyğəmbərə qədər olan Muhammed peyğəmbərə qədər olan peyğəmbərlərə möcüzələr Allah Taala verib və qövmün kafirləri inkar ediblər, yalancı sayıblar, sehirbaz sayıblar. Bu məqsədlə İsra surəsinin 6 və yaxud da 9 olacaq, yadımda deyil. İsra surəsində keçir. Muhammed peyğəmbərə bu qövmdəki insanlar möcüzəni sehir kimi deyərək, möcüzəni yalan sayaraq Muhammed peyğəmbərə möcüzə göndərməyib. Möcüzə olaraq yalnız Quranı göndərib. Əl-Furqan 20 səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəziləriniz digərlərinizlə sınaqdan keçirdik ki, görək səbr edə biləcəksinizmi? Sənin Rəbbin görəndir. Allah Taala hər bir şeyi görür. Hər bir şeyi bilir. Hər bir şeyi eşidir. Ancaq bizim gördüyümüz, eşitdiyimiz, bildiyimiz kimi deyil. Biz Allahın necə bildiyini bilə bilmərik. Allah Taala hər şeyi bilir, hər şeyi əhatə eləyəndir. Hər şeyi biləndir. Bizim şah damarımızdan da bizə yaxındır uca Allah. Quran-ı Kərimdə bunu deyir. Əl-Mülk 2. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan odur. O qüdrətlidir, bağışlayandır. Həyatı da ölümü də bizim kimin əməl baxımından yaxşı və pis, kim yaxşı, kim pis olacağını, kim təqvalı, kim günah əhli olacağını sınamaqdan ötürü həyatı da, ölümü də yaradan uca Allahdır. Biz imtahan həyatındayıq. Biz yaşayırıq, biz imtahandayıq. Hər an, hər zaman, hər dəqiqə, hər saniyə biz imtahan həyatındayıq və biz bu imtahandan necə keçəcəyik? İmtahan da yalnız insan ölürmü, imtahanı bitir və onun etdiyi o dünya həyatında yaşadığı vaxtı etdikləri əməllərin yaxşıdırsa mükafat, pisdirsə cəzası o dünyada görəcək. Öldükdən sonra artıq onun yaxşı və yaxud pis iş eləməyin artıq onun şansı yoxdur. Ruhu artıq Allahda olacaqdır. Kafir olanların ruhu birinci qatda qalır və Allaha təslim mömin insanların ruhları 7 qat göyə çıxdığını biz Quran ayəsində görürük. Cin surəsi 17-ci ayə. Bəzi insanlar da ola bilər, cin sözü demirlər, 3 həfrilər deyirlər. Cinlərdən elə bil ki, qorxuya düşənlər də var. Elə bil ki, cinlər onu gəlib basacaq, bağlayacaq belə bir anlayışlarda, uydurma anlayışlarda olanlar da var. Cin surəsi də var Quran-ı Kərimdə. Cin də bizim kimi elə bil ki, biz Allah Taala həm insanları, həm cinləri yalnız Allaha ibadət etsinlər deyə yaradıb. Allah Taala həm cinləri, həm insanları Allah Taala deyir, mənə ibadət etsinlər deyə yaratdım. İnsanların və cinlərin. İman əhli olanlar da var, inkar əhli olanlar da var. Onların bizə heç bir zərəri, ziyanı, elə bir ki, onu yatarkən onun bədəninə soxub, onu əziyyət vermələri, belə uydurma anlayışlar yoxdur. Cin çarpıtı deyərlər. Cin hocaları var. Bu türklərdə də çox populyar söhbətlərdir bu. Cinci hocalar. Belə bir şey yoxdur. Bu hamısı uydurmadır. Və Cin 17. Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, zikir Quran. Zikir bu Qurandır. Kim Quranı öz dilində anlamaqdan üz döndərərsə, o həmin şəxsi şiddətli bir əzaba məruz qoyar. Kim bu Quranı anlamaqdan alıqoyarsa, bu Quranı anlamaq istəməsə, anlamaya icazə verməsə,
o həmin şəxsi şiddətli bir əzaba məruz qoyar. Cin surəsinin 17-ci ayətində Allah təala deyir. Zikr Qurandakı bilgiləri beynimizdə saxlayaraq həyata keçirmək deməkdir. Zikr elə bil ki, bir şeyi təkrar eləmək deyil, Qurandakı bilgiləri beynimizdə saxlayaraq, həyata keçirərək yaşamaq deməkdir. Zikr budur. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Dua edəndə bayaq dediyim kimi o bir sürü müridlərin adları çıxarırlar və onların üzü suyu hörmətindən dua əzbərləyib əzbər formasında eləyənlər var. Bu nə qədər doğru olar? Allah Teala deyir ki, Allahdan başqa heç kəsə dua etməyin. Və arada o rabitəçilər var, müridlər var. Arada olan o nələri, şəxsləri kənara edin. Elə bil ki, biz doğruları axtarmaqdan ötürü onların sayəsində doğruları çatmaq istəyirik. Onlar da günah əhlidirlər. Onlar deyiləndə kim olursa olsun hamısı günah əhlidir. Yalnız bizə doğru yol göstərən Qur'andır. Doğrular ancaq oradadır. Kim sizə nə desə günah əhlidir. Həm mən, həm o biri, həm də mürid, həm təriqət şeyxi. Hamısı günah. Həm Nəqşibəndinin özü, həm Nəqşibəndi təriqəti. Özü də günah əhlidir axı. O da bir bəşərdir. O da səhv eləyə bilər. Biz niyə hansısa bəşəri ilahlaşdırırıq? O təriqət bizim təriqətdir. Biz əgər mən desəm o təriqət bizimdir, bir başqa təriqətdə nəsə çatışmamazlıq var. Həm mən sizinlə razılaşarlar, deyərlər ki, onların təriqəti səhvdir, bizim Nəqşibənddir doğru olan təriqət. Onlarda olan maturidilərin təriqəti səhvdir, doğru deyil. Amma mən heç birinizin belə anlayışda olmağınızı mən istəmirəm. Mən istəyirəm ki, hamınız Qur'andakı Allahın dediyi anlayışda olasınız. Müsəlman adından başqa bir ad, ləqəb özünə götürmədən təslimiyyəti, duayı, ibadəti, zikri, hər bir şeyi Allah rızası üçün etməyinizi mən istəyirəm. Və Allah da bunu belə istəyir. Biz niyə duada rabitə edərək kiminsə sayəsində dua edirik və kiminsə sayəsində duanı əzbər formasında eləməyə çalışırıq? Duanı əzbər formasında eləməyə çalışmayın. Əzbərləməyin. Dua özünüzün könüldən, ürəkdən keçən sözlərdir onlar. Allaha yalvarışınızdır. Allaha təslimiyyətinizi dillə təsdiq eləməyinizdir. Dua odur. Allaha tam bir təslimiyyəti niyə göstərə bilmirik? Duada Allah ilə bəzi insanları niyə çağırırıq? Allaha niyə təslimiyyəti göstərə bilmirik? Və yaxud da duada Allah ilə bərabər hansısa şəxsləri biz niyə çağırırıq? Nə ehtiyac var buna? Əl-Fəcr 15 insana gəlincə Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə Rəbbim mənə ehtiram göstərdi deyə lovğalanaraq özünü böyük görməyə başlayar. Fəcr 16. Amma onu sınamaq üçün ruzisini azaldanda Rəbbim məni alçatdı deyə imtahan məqsədi ilə olan çətinliyə səbirsizlik göstərər. Doğrusu insan tələsəndir, amma elə bil ki, tələsməyin. Başımıza yaxşı bir hadisə gələndə sevinərik, bu mənim sayəmdə, ağlımla, gücümlə oldu. İnsan lovğalanar. Amma Allah Teala ona bir imtahan məqsədi ilə gözəl bir şeyi bəxş edib. Amma onun istədiyi əlindən alanda o məyus olar, Allah Teala məni alçatdı deyər. Amma Allah Teala ona səbir göstərmək üçün imtahana çəkir. Görürsünüzmü insan necə aldanan varlıqdır? İnsan elə bil ki, bu dünyada çətinliksiz həyat arzusu istəyir. Nə qədər insanlar var ki, mən hər zaman deyirəm, bu dünyada çətinliksiz həyat arzusuna düşməyin. Bu dünyadayıqsa çətinliklər var. Və bunlar hər zaman olacaq. Ölənə qədər çətinliklər var. Ölənə qədər biz səbir eləməliyik. Əgər ölmədən qabaq hansısa bir müəyyən bir vaxtda səbrimiz bitirsə, bitən bir şeyə səbir deyilmir. Ölənə qədər bizim başımıza əlimizdə olmayan səbəblərlə gələn hər hansı imtahan məqsədi ilə olan hadisələrə səbir göstərməliyik. Bu o demək deyil ki, hər bir şeyə səbir göstərin.
əlinizdə olmayan səbəblərlə xəstəliklər ola bilər. İnsan insan həyatından keçə bilər. Hər hansı bir istənilməyən bir hadisə baş verə bilər. Əlimizdə olmayan səbəblərlə başımıza gələn hadisələrə biz səbir göstərməliyik. Axırına qədər, ölənə qədər. Əgər səbir bitirsə, bitən bir şeyə səbir deyilmir. Əz-Zümer 10. Qullarıma mənim bu sözümü de, ey mənim iman gətirən qullarım, Rəbbinizdən qorxun, bu dünyada yaxşılıq edənləri yaxşılıq cənnət gözləyir. Allahın yaratdığı yer üzü genişdir, yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir. Səbir edənlərə Allah Teala mükafatını veriləcəyini deyir. De mənə dini yalnız Allaha məxsus edərək ona ibadət etmək əmr olunmuşdur. Bütün peyğəmbərlərin çağrısı budur. Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur, Adəm peyğəmbərdən başlayaraq. Bütün bəşər müsəlman Allaha təslimdirlər. Mümin 13 sizə öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar. Kafirlərin xoşuna gəlməsə də dini məhz Allaha aid sayıb ona dua edin. Allah Teala burada kafirlər deyir. Kafirlərin xoşuna gəlməsə də deyir. Bəzi insanların da xoşuna gəlməyəcək. Mən Qurandan söhbət eləyirəm. Bəzi insanların xoşuna gəlmir Quran söhbəti. Quranı anlamaq istəməyənlər var. Amma Quranı anlayan insanlar var. Quranı anlamaq istəyənlər də var. Mənim Quranı anlamaq istəyənlərə çox böyük hörmətim var. Onlara elə bil ki, elə insanlara dəyər verirəm. Hörmətli insanlardır mənim üçün. Onlar Quranı anlamaq istəyən insanlar, elə bil ki, mən onlara çox hörmətim var mənim. Digər Quranı anlamaq istəməyən insanları da bunu anlamaya çağırıram mən. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar. Kafirlərin xoşuna gəlməsə də dini məhz Allaha aid sayıb ona dua edin. İnsanları Qurana çağırın. Ən yüksək dərəcələrin və ərşin sahibi Allahdır. O öz əmri ilə vəhyi qullarına istədiyinə nazil edir, peyğəmbərləri seçir və elçilərə vəhiy göndərir ki, insanları görüş günü ilə bizi xəbərdar eləsin. Qiyamətlə bizi xəbərdar eləsin. Peyğəmbərlər bizə bu kitabı Allah vəhiy eləyib bizə çatmasaydı, biz doğruları hardan biləsiydik? Bu qədər piyasada, ortalıqda uydurmalar gəzir. Bu qədər uydurmalar arasında biz doğruyu hardan biləsiydik? Biz də o uydurmaların peşindən düşüb, biz də səhvə yol verənlər olasıyıq. Allaha sonsuz şükürlər olsun ki, uca Allahın müqəddəs, tərifə layiq olan, hər şeyi əhatə edən, ərşin sahibi olan Allah Teala Quranı göndərib bizə və qiyamətə qədər bu Quranın tam şəkildə saxlanılacağını Allah Teala Qurani-Kərimdə bizə bildirir. Axirətə qədər bu Quran-Kərim yaşayacaq və onu tam şəkildə qoruyacağını deyir. Sonsuz şükürlər olsun ki, əlimizdə Quran var. Yoxsa biz dini bilgiləri uydurmalardan öyrənsəydik, biz özümüzə zülm eləyənlərdən olardıq. O əbədi yaşayandır, ondan başqa məbud yoxdur. Allaha dini yalnız ona məxsus edərək dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Ən-Beyyinə 5. Halbuki onlara dini məhz Allaha məxsus edərək yalnız Allahın rızasını hədəf alaraq ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdur. Doğru din elə budur. Əl-Mutaffifin 10. O gün haqqı yalan hesab edənlərin vay halına. O kəslərin ki, haqq hesab gününü yalan hesab edirdilər. Amma bunu həddini aşan günahkarlardan başqa heç kəs yalan hesab edə bilməz. Bugünkü Qurani-Kərim söhbətimizin din günü mükafat və cəza veriləcəyi hesab günündən danışdıq. Din günü mükafat və cəza veriləcəyi hesab günündən oldu bugünkü söhbətlər. Bu barədə Quran ayələrini oxuduq. Anlamaya çalışdıq. Bu barədə Allah Teala Qurani-Kərimdə nə deyir? Din gününün sahibi, hökmdarı Allahdır və o vaxt hökm yalnız Allahın olacaq o gün. Allah əməli salih insanlara Quran yolunu gedənlərə mükafatların tam verəcəyini deyir. Bu yoldan, bu Qurandan üz döndərənlərin də cəzası veriləcəyi biz Quran ayələrində görürük.
Kim Qurana yönəlsə mükafatı, kim ondan uzaqlaşsa cəzası verəcəyini biz Qurandan görürük. Çalışın bu dünyada ahireti qazanın. Bu dünyada ahireti qazanmaqdan ötürü Allah bizə müəyyən vaxtı verir. Və biz öldükdən sonra insanların bəziləri deyəcək ki, ey Allah, mənə möhlət ver, mən qiyamətdə məni öldükdən sonra məni bu dünyaya göndər. Ölüm anında mələklər bizə deyəcək, biz mələklər deyəcəyik, ey Allah, məni bu dünyaya qaytar, etmədiyim əməlləri eləyim, ibadətlərimi eləyim, zəkat verim, sənin göndərdiyin Quran yoluyla biz yaşayaq, ey Allah, əməllərimi islah eləyim. Bunu deyən çox insan olacaq. Əksəriyyət bunu deyəcək. Və artıq geri dönüm şansı yoxdur. Allah Taala əcəlül müsəmmə hər bir canlının, həm insanların, həm heyvanların, hər bir canlının ölüm vaxtının olduğunu Allah müəyyən eləyir. Əcəlül müsəmmə ölüm vaxtı. Və bu vaxt nə yubana bilər, nə də tezləşə bilər. Ölüm vaxtı insan özü, necə deyək, özünü qəsd eləsə öldürə bilər. Allahın təyin etdiyi vaxta qədər o yaşayar, amma özünü binadan aşağı atsa ya da özünü elektrik vursa və yaxud da hansısa qəsd eləyərək özünü intihar eləsə öldürə bilər, ancaq bu öldürmə şəkli də günah şəklidir. Quranda Allah Teala deyir, bir insanı haqsız yerə öldürən insana əbədi olaraq cəhənnəm olduğunu Allah Teala deyir və özlərini intihar edən insanları da biz buna qiyaslaya bilərik. Bir insan bir insana haqsız yerə öldürübsə, həmin cinayətkarı Allah Teala deyir, haqsız yerə öldürəni deyir, onu əbədi olaraq cəhənnəmə atacaq. Bir insanı öldürəni. İnsan özünə qəsd eləyirsə, o da o yolla gedir. İnsan heç vaxt özünə qəsd eləyə bilməz. O qəsd eləyə bilməz deyiləndə istisnalı hallar da vardır. Əgər düşmənlər onu tutublarsa və yaxud da ona işgəncələr veriləcəkdirsə, bu barədə biz deyə bilərik ki, insan özünə qəsd eləyə bilər. O biləcək ki, onu tutduqdan sonra düşmənlər onu əziyyət eləyəcək, əsir kimi götürdükdən sonra onun üzərində işgəncələr eləyəcək və o zaman o hansısa yollarla qəsd eləmək burada elə bil ki, haramlıq yoxdur. Çünki düşmənlərin cəzasından o özünü qurtarır. Bu kimi hadisələr, hallar da vardır. Amma insan durub durarkən hər hansı mənasız bir yerdə sevgi üzərində, məhəbbət üzərində biz internetdə görürük, qız özünü öldürür, 18 yaşında qız kimisə sevib, ona ərə gedə bilmir və yaxud da başqasına ərə veriblər və bu kimi necə deyərlər, ağılsız, belə düşüncəsiz hərəkətlər insanın cahiliyyətindəndir bu. Bu kimi hallar olmasın. Sevgi üzərində intihar edənlər var. Belə hallar olmaz. Bayaq dediyim kimi, düşmənə əsir tutduqdan sonra düşmən əsir götürəcək və o anda o da biləcək ki, düşmən məni zülm eləyəcək, əziyyətlər verəcək, işgəncələrə məruz qalacaq. O anda bəlkə də o seçimi eləyə bilər. Başqa bir halda, heç bir halda nə intihara, nə özünü öldürməyə, nə qəsdə Allah Teala icazə vermir. Edənlərin cəzası əbədi qalacağı cəhənnəmdir. İnsan özünə qəsd edə bilməz. İnsan bu dünyada axıra qədər yaşamalıdır. Allahın müəyyən etdiyi ən son günə qədər o yaşamalıdır. Günü çatdı mı, Allah Teala ölüm mələklərinə əmr eləyər və onun ruhunu alar. Əziz müsəlmanlar, dəyərli insanlar, bugünkü Quran söhbətimiz din günü ilə əlaqəli bağlı oldu və bu din gününə biz bugündən hazırlıq eləyək. Bugündən biz din günü üçün çalışaq. Allah rızası üçün hər gün Quranı əgər oxumağa siz elə bil ki, yorulursunuzsa və yaxud da
sizə çətin gəlirsə, YouTube kanallarında hər istədiyi dildə tərcümələr mövcuddur. Və bu tərcümələri Allah rızası üçün dinləyin, anlayın. Tərcümə səhvləri bayaq dediyim kimi var. Birisi sizi qane eləmirsə digərinə keçin. Digəri qane eləmirsə o birisinə keçin. Və siz doğruları tapacaqsınız. Və orada elə şiddətli də dərəcədə tərcümə səhvləri yoxdur. Bəzi belə aşıbqalar var. Bunların bəzisini 2 dənəsi deyim. Qiyamətdə hurilərin elə bil ki kişilərə veriləcək canlı hurilərin cinsi əlaqədə veriləcək hurilərin veriləcəyi barədə belə tərcümə səhvi var. Ancaq orada veriləcək o hurilər bizim xidmətimiz üçün bizə elə bil ki qarson kimi o xidmət göstərəcəklər. Cinsi əlaqə yoxdur. Belə tərcümə var. Sonra Allah istədiyini azdırar, istədiyini doğru yola yönəldər. Belə tərcümə səhvi də var. Allah istəyənə elə bir ki doğru yol getməyə ona icazə verər, istəyənə də azmağa və seçimi Allah verir. Bu kimi orada söz və fiil bəzi yerlər və yaxud da bəzi orada tərcümələrdə olan sözlərin yerləri dəyişərək olan xırda tərcümə səhvləri mövcuddur. Və biz o tərcümə səhvləri özümüz də görürük. Harda necə səhv var və biz onu anlayırıq. Mən sizi Qur'anı anlamaya, onu oxumaya dəvət eləyirəm və dini özlərinə uyduran molla tipli insanlar da onun sizin anlamayacağınız kitab olaraq ondan sizi soğutmağa çalışacaqlar. Çalışın, uydurmaları kənara qoyun, Allahın dinini yaşayın. Və bu dünya da, axirət də hamınız üçün xoşbəxt olsun. Allah Taala ölənlərə rəhmət eləsin, bütün ölmüş insanların məqamı cənnət eləsin və bizi də doğruları anlayıb bu dində doğruları yaşayan əməli salih, gözəl əxlaq sahibi, mömin Allaha təslim bəndələr eləsin. Və aleykum və salam və rəhmətullahi və bərəkatuhu. Sağ olun, var olun.